Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliyine karşı Türkçe eski kitaplar programının 289. bölümün başlayacağım. Allah'a şükür olsun bu günü bize nimet olarak verdi ve biz de eləyə bilək ki, bu nimetin qədrini bilək və dedelerimiz, babalarımız minlər ilin təcrübəsin yarattıkları uygarlıklar ya təməddünlərin, mədəniyyətlərin xülasəsini yazı olarak bize koydukları kitapları oxumaqla onlarla tanış olaq. Dilimizlə, düşüncəmizlə tanış olaq. Milli düşüncə, milli anlayış, milli görüş Türk insanı olarak bizim təkcə çıxış yolumuzdur. Bu əsrə bağlı değil, zamana bağlı değil. Düşünceler değişilər zaman içinde, ama milli düşünce heç vaxt əsrə bağlı değil, zamana bağlı değil, məkana da bağlı değil. Dünən bir gözəl kitabla tanış olduq və onun üstündə mən həm sabah, həm axşam çalışmağa başladım. Bəlkə dostlara çox yorucu olar, amma mənim üçün ləzzət verici idi. Zahirən belə göründü ki, biz şəhid İmadıddin Nəsimi Həzrətlərinin şeirlərindən bir neçə şeir tapdıq. Bəlkə çox, hələ bilinmir nə qədəri o Həzrətin şeirləridir, nə qədər deyil. Bir kitab tapdıq. O kitabda Həzrət Nəsimi şəhidimizin onlarca şeiri var ki, bu ağıllı dedikleri aylarda verdik axtarış elədilər və tapa bilmədilər. Heç bir yerdə çap olan, bir yerdə olmadığın izan elədilər və dedilər. Və bu bir müvəffəqiyyət idi mənim şəxsən özümə. Allaha şükür olsun ki, nə deyirlər, bunu gördüm. Bu da bu kitapları oxumaqdan qalxır, gəlir. İndi biz geçen günlərdə Əhval-i Qiyaməti oxumuşduq və ondan sonra iki dənə ayrı kitab oxuduq. Biri Yüzlər Əlyazı və Düşüncə. Onu oxumuşduq ki, yüzlər adam o kitabda yazı yazmışdı. Və ha belə ərz elədim, bir dənə kitab oxuduq ki, mən onu götürdüm, qoydum hər halda əsli səhifəyə gərək onun kopisini götürəydim, qoyaydım, kopyalıydım, eləməmişəm. Bu günləri Töhfənamə, Məsnəvi Türki və Cərrahnamə. Bu iki kitabı açaq görək ki, haracan gedə bilirik. Allah ömür verirsə oracan və imkanımız olursa, savadımız çıxadırsa, savadsızlığımız icazə verirsə, oradan oxuyaq. İki kitap açdıq bu günləri. Əvvəl bu şeyə başlayaq. Tamam. Bu Töhfənamə adıdır. Məsnəvi deyə yazıblar. Zahirən Fransada saxlanır. Ad yazılmayıbdır bunun burasında. Fransada saxlanır, Parisdə saxlanır. Bu kitabı elə bir görmüşəm öncə. Onun üçün bunu buradan delete eləməli olacağım. Çünki bu kitabın cildi mənə çox tazaş gəldi. Töhfənamə yazılıb. Əlbəttə Töhfənamə oxumamışdım, amma burada biraz yox, bunu görməmişəm. Sahibə Ayşə. Bunu alan Ayşə xatundur. Özü ilə yazıbdır ki, Sahibə Ayşə xatun. Qiymət 300. Diqqət buyurun, 300. O zaman buna 300 indi lirdi, hər nədir, o pulun zamanında böyük bir pulmuş. Kitabın bu cildi deyil, biz neçə səhifəsinə baxdıq.
bunun əl yazma bi xidməti xudavəndgari əzəm mola mulukil ərəbi vəl əcəm kəbil riqabil üməm tallallahu finə mənə. Qalanı düşməyibdi. Burada bir şey bu kəldi, keydi, keyrəqabıl üməm tallallahu fil hər nədir? Qalanı da düşməyibdi. Üstündə götürüblər sonralar bir nəqqaşilər çəkiblər. Bəllidir ki, bu əsli kitabın sonra bunları üstündə yazıblar. Sahibə. Sahibə sözü ərəbcədən gəlir. Əlbəttə bilirsiniz, indi Pakistanda, Əfqanistanda, Hindistanda böyük adamlara sahib, xanımlara da sahibə deyilir, elə bilirəm. Bu kitabın sahibə sözü oradan gəlməyi yetirir. Amma o heç axirdə var. Bir sahibi var, yəni erkək, bir də sahibə var, yəni xanım. Burada xanım olduğu üçün ərəb ləfzi ilə, ərəb dilindən faydalandığı üçün də sahibə Ayşə xatun, qiymət də 300. Aşağıda da bir şey yazıbdır. Şeir buradan başlanır birinci səhifədən. Bu kitabı görməmişəm. Çünki bunun cırığı var, burada görsənir. Burada cırığın səsbinə yapışdırmışmışlar, yapışdırğanla yapışdırmışmışlar. Burada su getməyi də görürük. Kitabın hər yeri su çəkibdir. Hətta deyə bilərəm ki, cırılıbdır. Cırılmağı üstü yeni yapışqanla kitabı 2-3 yerdən buradan da görsənir bir yapışqan, buradan da görsənir. Zahirən kitabın səhifələrini kəsiblər, yapışdırıblar o ki, yəni salim qalsın deyə. Burada da eyni şeyi görürük. Kitabın səhifələri kəsilib, tazaşdan yapışılıbdır. Kitab bir gözəl xətt ilə yazılıbdır. Niyə gözəl? Çünki mənim kimi savadsız bir adam eləyə bilər bunu. %90, %95 oxusun. Bəlkə orada burada qələtim də olar. İkinci gözəlliyi bunun nədir? Bundan belə ki, kitab türkcə yazılıbdır, görürəm. Bunun səslərini qoyub üstünə. Yəni, o şey ki, ərəbcədə eyrab deyirlər. Fəthə, zəmmə, kəsrə, a-i-u. Bunları hər hərfin üstünə qoyubdur. Ta o zamanın yazı standardına və dil standardına, ədəbi standardına olsun. Onun üçün biz bunu o zamanda, bu yazılan yerdə bu kəlməni, hər kəlməni nə cür oxumuşlar, oxurmuşlar, o cür oxumağımıza gedərik və hər kəsən öz ləhcəsi ilə onu oxumaz. Bu çox gözəl bir işdir, məncə çox cəlibdir. Bu kitabın 674 səhifəsi var. Bunun PDF-də də elə haman qədərdir. Yəni 674 səhifə PDF-də qoyublar. Bunun əvvəllərinə qeysaq 1 səhifə, 2 səhifə, 3, 4, 5, 6, 7, 8. 8 səhifə bu kitabın boşdur. Cild və boş kağızlardır və 2 səhifəsi, özəlliklə bu 8 səhifədən 2 səhifəsi Fransəlilərin yazdığı mətindir ki, əlavə olub bu kitaba, o hesaba gəlmir. Kitabın sonunda da elə bu qədər olacaq. Yəni, ehtimalən sonunda da 8 səhifə olacaq. Biz indi buradan kitabın biraz da kiçildim ki, bura yerləşsin. Beləsi baxa-baxa getsaq, eləyə bilsək bunu bir zərrəcan yekəldək ki, yəni başarmıram. Bu bir əndazədən izafi yekəldəndə şey olur. Bura axtarış yeridir. Hər halda. Kitabın baxırıq, ərz elədim, kitab cırılıbdır. Bəzi yerdə qırmızı xəttinə yazıbdır. Çünki, məsələn, şeirin arasında adın ya bir şey yazıbdır ki, üstəkinə ilgisi yoxdur, aşağıdakına ilgisi yoxdur, ya da ki, ilgisi var. Deyək ki, ilgisiz deyil, amma taza bir qonudur. Ya başlıqdır, ya da taza bir qonudur, ya da önəmli bir mətləbdir. Onu qırmızı yazıbdır. Fərq eləməz, türkcə olsun, ərəbcə olsun, görürük ki, olubdur. Görürük ki, bu nəqqaşini də çəkiblər orada burada. Kitabın dövrəsinə, yazının dövrəsinə çərçivə çəkməyiblər. Kitab onun üçün də əyridir. Yəni, sətirlərin başlanğıcı da bir olsa, sonrasında bəzisi çox uzundur, bəzisi biraz
kiçikdir. Xətlərin arası, deyək ki, çox da arası yoxdur, çox az da arası yoxdur. Kəlmələrin arası yoxdur. Əslində kəlmələrin, sözlərin arasında aralıq demək olmaz. Yəni, amma çox, yəni oxumaq olar və irad tutmaq olmaz onu. Kitab burada xəttlər burada dəyişdi. Yəni məsələn burada deyək neçə sətr var idi? 2, 4, 6, 8, 10, 12, 14, 16, 17 sətr məsələn var idi. Bu səhifəyə gələndə görürük ki, bu bəlkə 10-a yenibdi. Bəlkə də 3, 5, 7, 9, 10, 13-ə yenibdi. Kəlmələr yekəlibdi. Yəni yekə-yekə yazıbdı. Burada qələmin formu da kiçikləşdi. Yəni qələm xətt aynıdır, amma qələm özü dəyişir. Kitab şeir olduğu üçün bunu çox da burada uzun bir yazı var. Ehtimal verirəm ki, aha, burada kitabın adı deyiləcəkdir. Biz bura qeydib bunu oxumalıyıq. Görək ki, bu kitab kimin zamanında yazılıb, kimə verilibdir. Bəlkə burada bu şeirlərdə bunları taparıq. Kitab-ı əvvəli. Bu nə deməkdir? Bunlar inşallah qeydib və oxuyarıq, görərək ki, bunlar nədir və kim yazıbdır bu şeirləri. Əlbəttə, indi mənə bu şey də gəlir ki, bu heç olmasa başlıqları oxuyayım, qırmızıları. Çünki bəlkə bir onu görərsiniz ki, bir itirdiyimiz bir şair. Əlbəttə, mən təəssüflə şairlərimizi tanımadığım üçün, şeirdə əlim olmadığı üçün, oxumadığım üçün, türk dilində də savadsız, mütləq savadsız olduğum üçün, məsələn, bir dana tanımadıq şairdə görsəm ki, bir kitab, bir şeir onun adına yazılıbdır, tanımayacağım ki. Yəni, bilməyəcəm ki, bu odur. Nəsimini bir qolay tanırdım, ona görə məsələn, onu gördüm. Amma ondan sonra bu mənim üçün əslən çox zor bir şeydir. Çünki mən yüzlər şairimizdən, bəlkə minlər şairimizdən Nəsimini, Füzulini az, onları da çox azaraq oxumuşam. Onları tanıram. Qalanları, məsələn, deyək, bir dünya şairlərimiz vardı ki, mümkündür yayılmayıbdır əsərləri və deyirlər və yoxdur əslən. Amma biz, məsələn, mümkündür bu kitablarda onlara rast gələk və əgər biraz savadımız olsaydı, onları topluma tanıtdırmaq bir şey kimi olardı, bir kəşf kimi olardı. Bombaton kimi bir kəşf hesab olardı ədəbiyyat sahəsində. Deyək ki, məsələn, əgər bu şeirlər ki, dünənlər işlədik, üstündə bir az zaman qoyduq, onlar məsələn, Həzrəti Nəsiminin olmuş olursa və onlar o birisi kitablarda olmuşsa, bu şey dünyasında bir ədəbiyyat və dil dünyasında bir böyük tapıntıdır, bir kəşfidir. Şeirlərə baxırıq, təəssüflə bəzi yerdə kitab ya bir cür əksini salıblar, ya nə olubdur ki, səhifənin əksini salanda, səhifənin qalanını görmürük. Yəni, birazı şeirlərin ucu batıbdır, gedibdir, təəssüflə onlar görsənmir, yəni diqqətli əks salanda bəzi səhifələrdə o cür görünür. Amma kitabı dediyim kimi çox yerdə cırılıbdır və bu su geçibdir, cırılıbdır, onları tacaşdan kəsiblər, yapışdırıblar. Amma üst-üstə indi kitab salimdir, yəni beləsi demək olar. Kitabın özünün səhifəsinin üstündə iki cürə şumarə qoyublar. Bir, o şey ki, biz türkcə, ərəbcə deyə yazırıq 117, bir də İngiliscə 117 yazılır. Hər ikisini də görürük, vurulubdur. İki səhifədən birinə, yəni hər vərəqə vurulubdur. Əslində deyək ki, hər vərəqə bir nömrə qoyulubdur. Vərəqdə iki üzlü olanda ona səhifə deyirik. Bu üzü, o birisi üzü ki, bunu Amerikada A üzü deyə, B üzü deyə yazırlar. Burada da görürük ki, bir əcəba bir nəqqaşi çəkilmişlər. Ya nə yazının üstündə təəssüflə kitaba şey olubdur. Bu kitabda Hindistan padişahı Ərdəşir oğlu nə? Tamam. Bəzi yerdə vaqəən, məsələn, Tazaşdan görürük, bura bir çay tökülüb ehtimalən, ya bir su tökülüb, bir şey tökülübdür, Tazaşdan onun şeyi çoxalıbdır. Hər halda bunu mən icazənizlə biraz sürətlə keçim, çünki xətt dəyişdi. Tazaşdan
xətt dəyişdi. Burada kitabın burada cırılmağını da təzəşdən görürük. Bu səhifə kamilən cırılıbdır və tapmayıblar qoyalar yerinə. Və bu səhifədən görürük ki, yazılar kiçilləşdi və xətt dəyişdi. Burada biraz xətt dəyişir. Genə də xətt dəyişdi. Burada genə hardan başlanır bilmirəm. Burada da dəyişibdi. Yəni neçə dəfə xətt burada dəyişilibdi. Yəni ələn burada baxıram mən. Burada o xəttdir ki, demişdim, orada dəyişilir. Buradan başlayır, xətt təzəşdən dəyişilir, bir ayrı xətt ilə yazılır. Gözəl, yəni mən oxuya biləcək, daha rahat bunu oxuyaram məsələn. Hətta elə gəlir ki, adam məsələn deyirəm ki, hə, bunlarda bəzisində səs qoymayıblar. Yəni o ki deyirdim gözəllik görsənir, şuluqluğundan da öyləymiş. O səsləri burada qoymayıbdı. Bəzi kəlmələrin səsini qoyubdu, qalanın səsini qoymayıbdı. Səhifə biraz boş görsənir, ağ görsənir. Genə təzəşdən burada bəzilərinin üstünə xətt dəyişir. Biraz səs qoyubdu, bəzilərinin səsini qoyubdu. Biraz sürətlə gedək. Yəni kitabda hər halda 700 səhifəyə yaxın bir kitabla qarşıyıqdır. Yəni bunun yazması təbiətən dəyişilir. Yəni adam neçə ildə bunu yazıbdır ya. Məsələn, o adam ki, bunu deyək ki, nüsxə götürür, üzündən yazır. O belə mümkündür aylar bunun üstünə vaxt qoya, bunu yaza. Onun üçün də ya məsələn başına qəza o qədər görə bir ayrı adam onu yaza. Ona görə də görürük ki, şeirlərin yazmağı filanı dəyişir. Burada yap kamil dəyişir, həm xətt dəyişir, həm də yazı formatı dəyişir. Yəni məsələn görürük ki, yazının mən xəttlərin adlarını bilmədiyim üçün təşxis verməsi mənə ad qoya bilmirəm. Ki məsələn burada nəstəlik ilə burada yazır, şikəstə ilə burada filanla bunları bilmədiyim üçün deyə bilmirəm. Təşxis verə bilmirəm. Amma məsələn qələmin dəyişməsin, yazının dəyişməsin təşxis verə bilirəm təbiətən. Ola bilər ki, neçə nəfər yazıbdır, ola bilər ki, bir nəfər halı həvası dəyişdikcə fərqli yazıbdır. Gəldik kitabın sonuna, kitabın axirinə gəldik. Bura kitabın axiridir, bu bir səhifə, qeyd edirəm burada 2. Əksilərdir bunlar kitabın, qeyd edirəm yenə axirə. Bu kitabı dik qoyublar, üstdən kitabın dik əksindən üstdən götürüblər. Bir dənə qeyd etdikləri, burada kitabı yatırdıblar, səhifələri çıxıbdır, oranı göstərir. Bəllidir, kitabın ağzından da şey vardı, çift kimi bağlanan bölümü vardı, onu da qatlayıblar üstünə. Bu üçüncü aşağı tərəfindən indi kitabı təzəşdən əks salıblar. Bu da Şirazəsindən əks salıblar. Genə Şirazədən, Şirazə deyil, bu da ağzıdır, qapaqlanan yeridir. Bu da cildin eşiyidir, yəni eşik cildidir. Bu da kitabın içini açıblar. O Şirazənin, yəni cildi açıblar. Cildin qapağı da düşübdür üstünə. Əksini salıblar, qapağı göstərsinlər və bu da kitabın o ağzını da təzəşdən yenə açıblar ki, bəlli olsun bu nə cürdür. Və axirdə də bunu görürük, çərx əlindən gözlər yaşı çağırırlar. Burada da bir şey bir nəfər çalışıb yazsın. Şeir burada qurtarır. Yəni indi mən bir iş görsəm desəm 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 11. 11 səhifə axirdə görürük ki, boşdur. Qeydək kitabın əvvəldən başlayaq. Görək ki, bu kitab nə deyir? Əvvəldən bu neçə səhifəni keçdik, adını da gördük. Əlbəttə burada sahibə deyəndə bunu alan deyəndi, yəni yoxsa yazandır, şeiri yazandır. Mən ehtimal verirəm ki, sahibə Ayşə xatun bu şairdir. Qiymət ki orada yazıblar, o da satışdır, nəinki bu xanım onu alıbdır. Amma burada bir şey də yazıblar, əgər eləyə bilsəm onu oxuyam. Görün bunu fırladanda onu oxuya bilsəm haraydı? Sahibə Ayşə
hatun sahibi. Burada bir şey yazıbdı. Dür talüm kim degüldür şah uruği əxrəhvalva üçün sövqi quruği. Nə deməkdir baş tapmadım. Tacir həlva üçün su gəl quruği, qoruği. Nə deməkdir? Anlamadım bunu. Kitabı çevirək və beləsi gedir. Əvəzincə çevirək. Mən bunu çevirmək istirdim. Əvəzincə çevirəm. Səhifələri vururam, gedir. Tamam, gəldik yenə sahibədən başladıq. Kitabı oxumağa başlayaq. Görək ki, Su bismillah diyar başlayır dil, başlaya dil. Su bismillah diya, diyə yəni. Su bismillah diya başladı dil. Fərəh fərqündə olur can ilə dil. Qəmu işlər tamam olur yerincə, gögül dilək, gögül dilək bulur olmaz yerincə. Tələb zikr ilə düşər qəlaysuz. Tələbi sözü dedik bundandır. Şərəfli, böyük, ali məqam, savadlı, şəhərli, yazı sahibi, yəni məqam sahibi, belə bir şeylərdir. Tələb zikr ilə düşər qəlaysuz. Qalan söz, qalar söz. Tələb də burada Allahdan şey edilir ki, tələb zikri ilə düşər qəlay söz. Gəgəz ya gənəz olur kim olmaz heç qəlayüz. Gəgəz belə bir şey yazıbdı, amma gəgəz olur kim olmaz heç qəlayüz. Sühəq adın eşidə düyməz bir. Duymaq bir şey beləsi. Sühəq adın eşidə düyməz bir. Həlak olur əgər yüzün əgər bir. Əgər 100.000 əgər bir. Bu xətt hər halda əlyazmadır. Bunu bilirik. Əlyazmanı oxumaq da zordur. Amma bir neçə səhifə oxuyandan sonra bu xəttə gözümüz, əlimiz adət elər. Burada əlan ki, bu səhifəyə baxırıq, burada səs zad da qoymayıblar. Mən öz ləhcəmlə oxuram. Amma oradakı səsi qoyacaqdır. İnşallah orada da kitabın standartını. Sühəq adın eşidə düyməd bir. Həlak olur əgər 100.000 əgər bir. Pəs indi qullərə fərz oldu lazım, həmişə zikrinə ola mülazim. Kim oldur padişahi padişah saz, qəmişdən ki şəkər verir gəhi saz. Qəmişdən ney? Biz elə qəmiş deyirik Azərbaycanda da. Bu su qırağında məmulən. Neydi da? Ney? Ona qəmiş deyirik. Qəmişdən gəh şəkər verər, gəhi saz. Bilirik ki, o qəmişdən şəkər alırlar. Əlbəttə bizim məsələn Araz qıraqlarında zadında vardı. Onlar fikirləmirəm şəkər olsun. Elə məmul içi boş, yəni quruyanda içi boş olar. Neydilər? Amma bəziləri vardı ki, gətirirlər bu Kanadada zadda da satırlar. Çox da yoğun bir ağac kimidirlər. Amma onları dişdirlər, çeynirlər. İçində şəkəri var. Ya da sıxırlar, suyu çıxır, ondan şəkəri. Şirindir, qeynətsələrdə şəkər olur. İkiyo vəhdət cəhani qıldı mövcud. İkiyo iki vəndən nə demək olar? Burada kitab cırılıbdır. Qoyublar üst-üstə. Qəşəng düşmür, amma beləsi olacaqdır. Yəni, mən istəyirəm deyəm, yəni yöndən ola bilər. Amma iki vəndən cəhani qıldı mövcud, zəmini qadir zehi qadir zehi dərgah purcud. Çün daştı dedi, 'anda nune kafi. 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 Çün daştı dedi, 'anda
daşırdı anda nune kafi, təmamət işlər oldu bunda kafi. Yerə dur dedi, üç türər dürkəs. Yerə dur dedi, üç türər dərkəz. Göca dön dedi, həm dönər dərgəz. Bu dərgəz nə deməkdir? Bizdə dəryaz var, bilirəm o nədir, amma bu o dərgəz sözü işlənibdir. Ya dürür, dür kəsər, belə bir şey. Yerə dur dedi, üç türür dərkəz. Göca dön dedi, həm dönər dərgəz. Burada dön demək, yəni dedi fırlan, dön. Yerə dedi dur dedi. Amma düzün axtarsaz, bəzi şeyləri oxuya bilmirəm. Yəni nəzərimə o cəz, dərgəz demək nədir, onları məsələn anlamıram. Yedi əflaki yerincə yaratdı. Tolandırdı günü ayı yönətdi. Günə gündən məlik gəl verədi baran. Baran ehtimalən olacaqdır. Ya da barani, baran. Günə gündən mələk gül verdi baran. Gecə məhtabi qıldı aləmaray. Bu da baray olacaqdır məsələn. Günə gündən mələk gül verdi baray. Gecə məhtabi qıldı aləmaray. Bu iki yıldızın təsiri imiş ki, bitər bağı bostan içrə yemiş. Biri təbbaxı həm meyvə verəzdür. Nə deməkdir? Biri təbbaxı həm meyvə verəzdür. Biri qamusinə rəngi rəzdür. Rəngirəz boyacı. Şeydə də işlənir, farsıda da işlənir hətta. Yaratdığı hər fələk üzrə bir ulduz, yedi bir-birində, şayədə dedi bir-birində, yuri bir iladuz, baş tapmadım. Bana kim nisbət etdi, ana kim ehtimalən, çünki burası silinibdir, kamil oxunmur. Nisbət etdi ani işlər, bitər anunlə aləmdə işlər. Buradan bu yüzə səs qoyubdur. Birinci səfədə şeirə heç bir şey qoymamışdı. Eyrabların qoymamışdı. İkinci səhifədən eyrabların qoyur və xətt də dəyişdi. Yəni xətt orada əl yazma idi, çox da biraz qatışıq idi. Amma burada əl yazması daha aydındır, daha yaxtıdır. Əhəddür kim ana yox işləyə qur. Kim edər sanə ver başına qurur. Ver başına əlbəttə. Kim edər sanə ver başına qurur. Münezzəhdir vücudi bir kökdən. Kök, rişə, farsca. Türkiyədə bunu insanların hardan gəldiği, məsələn deyir ki, kökənli, yəni zoğum hardan gəlir? Zoğ da türkçəsi, yap türkçəsidir, fikr edirəm. Yəni mənim haralıyam, nəcadım haradır məsələn. Məsələn, türk kökənli. Elə həman kəlməni burada işlədir. Münezzəhdir vücudi yer kökündən, mübərradur qızıl ağı kökündən. Təsəvvür gözləri zatin görəməz. Təsəvvür gözləri, təsəvvürün gözləri. Təsəvvür gözləri zatin görəməz.
təxəyyül yolu ilə təxəyyül yoluna ovsaf girməz. Uludur günahın yox qiyası. Şurada günah ki olmayacaqdı, qələt dedim onu. Uludur qahənin yox qiyası. Anun olacaqdı. Ehtimalda nahinin uludur. Ulu dərgahının yox qiyası. Dil anun ismi zatun oqyası. Dil anun ismi zatın oqyası. Şəb içrə gizləyən sübh ilə ruzi, verən cümlə cəhana rizq و روزی. زهی دری ki زهی بحر و زهی گنج. زهی در جه زهی بحر و زهی گنج. Ki hər giz qariməz daim olar gənc. Qarmaq, qocalmaq. Qarı qoca da buradan gəlir. Bizdə ki hər giz qariməz daim olar gənc. Gənc də ki cavandır. Qarmaq bilirsiniz, məsələn gedirik hamama ya su ilə işləyirik, əllərimiz qarıyır, yəni qırış-qırış olur. Ona qarmaq deyirlər. Qocalığa da qarmaq deyirlər, çünki üz-gözü qırışır, qarıyır. Digər suyun, burada yenə kağız o cırılan yerə düşübdür. Digər suyun verən canə qəza ol. Göbəkdə qanə dedi, yürü müşk ol. Göbək, o şey ki Farsda şey deyirlər, göb. Amma nənə qarnında biz göbəkdən yemək yeyirik, ağzımızdan yemirik. Nənəmizin indi nədir bağlıdır orasını, heç mən onu bilmirəm. Amma göbək nəniyə bağlıdır, ehtimalən bilmirəm harasına bağlı olacaq nənənin, bağlıdır. Oradan qəzana yeməklər gəlir, nənənin, bizim də bədənimiz onu qanla əlbəttə ehtimal verirəm gəlir. Ya indi göbəkdə nə cür gəlir gedir, orasını da bilmirəm. Çünki hər halda bu uşaq bir şeydə ki nənənin qarnında yeyir, o da bir cür dəf olmalıdır izafəsi. O göbəklə o üz olacaq, amma dahi mən ona heç indiyəcəndə fikir eləməmişdim ki, bu göbək işi nədir, amma burada dediyi üçün göbək qanə dedi, yürü, müşk ol. Çərağinə gözün qıymışkən yağ, suya dedi kim anın üstünə yağ. Sudur. Çox yerdə satla yazılır. Burada birinci dəfə görürəm ki, sin ilə yazılır. Hətta birinci dəfə yox, bir neçə yerdə görmüşəm ki, satla yazılıb su, bir neçə yerdə də gördük ki, sin ilə yazılır. Burada da sin ilə yazılıbdır. Zehi qudrət qərişməz od suya. Zehi qudrət qərişməz od suya. Od içində gər pedir su bu suya. Bu su ehtimalən pusu dedikləri ola, yəni kəmin, o şey ki Farsda kəmin deyirlər. Qulaqda çirk qoydu, erdi pərdə. Qulaqda çirk qoydu, ürdü pərdə yaratdı. Belə toya ani azad bəndə. Belə toya ani azad bəndə. Toya yəni doyaq, qulaq eşidə. Ona bir pərdə qoydu, həm də çirk qoydu, deyir ki, eşitməkdən ötürü. Çox gözəl sözlər deyir bu xanım, bundan belə ki, ehtimal verirəm xanımdır. İndi biz bunu çegər olmasaydı damağa, xilal irər yaraməz səqləmağa. Xilal ərəbcə sözdür, baca-baca olmaq. Xilal əslində baca-baca olmaqdır. Amma burada ixtilal mənasına işlənibdir. Səqləmaq, saxlamaq sözüdür. Kəramət verdi, səm ana eşidir. Ne takim göz çərağini eşidir. Ya da işidir. Göz çərağini işidir.
زی لحم و استخوان آراست بینی، زی لحم و استخوان آراست bini. Tu qudrət fəhmi kün ta rast bini. Burada da bir fars cümlə dedi. Ehtimalən bir ayrı şairdən bunu əmanət olaraq aldı. Ehtimalən, bilmirəm. Ağzı yarətdi ta kim ləzzət ala. Yer əşik dürdəş at ağ ola. Yaraşıqdır diş, yaraşıqdır diş, ət ağ o ala. Calib cüzdür. İçində söyləmə ki, qud birdən ya bizdən. İçində söyləmə ki, qud bizdən, ki ta hər söz içində ola adil. Çox gözəl qonulara keçir. İnsanın bədənindən bir taza qonuları bundan eşidirəm. Həmişə tövhid edə aşkar. Yox ölçüm qəmz üçün gedə şikara. O da aşkareymiş. Həmişə tövhid edə aşkara, dildən danışır da. Yox ölçüm qəmz üçün gedə şikara. Gəl ey göz ibrəti ilə aləmə bax. Gəl ey göz ibrəti ilə aləmə bax ki, necə yaradıldı fil ilə bax. Bax nə deməkdir? İndi onda bir fil ilə bax. Bir dənə filə bax, bir də bağa bax. Bax nə deməkdir? Əcəba burada bax yazsaq bunu bizə deyər nədir? Bax hançı canlının adıdır. Tüm sözlerin Osmanlı Türkçesi ile yaz. Görək ki, bu bəq hancıdır? Bəq, hançı canlının adıdır. Osmanlı Türkçesi ilə açın. Bəq, bəqqa, bəq, təxtə qurusunun adıdır. Küçük, qanadsız həşərədir. İnsan və heyvan qanı ilə bəslənir. Ərəbcədən Osmanlıcaya keçmişdir. Osmanlı Türkçesi ilə təbirdə bəqqa, evi öylərdə ya da evlərdə döşək və ya cücü ya da mir evlərdə döşək və yataqlarda bulunan qan əmək ilə məaş edən küçük həşərə. Qarışıq olmasın deyə birini də qiyas üçün yazdım. Bağa, 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 qurbağa. Amma bu bəq deyil. İstərsən bəq sözünün klasik mütünlərdə, lüğətlərdə ya şeirlərdə necə kullandığını da nümunələr göstərirəm. Tamam, istəmirəm. Bəq pək şey oldu. Mən mığmığıya getmişdi zehnim əslində, amma yox, bu ya birə də ola bilər. Əlbəttə, biri ağaçda olmur, ona görə qaldıram. Yəni, birə, bu elə bayaqları dedim. Təfərrüc eylə fikün heybətün gör. Təfərrüc eylə filün heybətin gör. Oqi anla bu elmün heyətin gör. Netadur qüvvətini fikr qılsən. Netadur, etmalən necədir? Netadur bilmirəm nə deməkdir? Netadur. Netadur nə deməkdir? Netadur qüvvətini fikr qılsən, kəmal-i diqqət ilə qıl, bəqıl sən. Qıl bəqıl sən. Bəq dedik orada, bəq
Orada o sözü burada Tazaşdan şeirdə işlətdi. Netadur ya netadur. Osmanlı türkçəsi ilə açıqlayıram. Netadur. İspaniya görüş. Mən boğa, sur ilə döyüşən, boğa öldürən adamlara deyilir. Tamam, bu deyil bəs. Mən bunu Tazaşdan yazım. Netadur. Beləsi yazılsa nə olar? O mən netador, matador. Bu getdi o şeydə İspaniyalıların o öküz öldürmə məsələsini getdi. Netadur qüvvətini fikr qılsən, kəmal-i diqqət ilə qıl bəqilsən. Qıl bir tükə deməkdir, bir qıl, bir də bəqil də dedik ki, bəq sözündən gəlir. Qıl bəqilsən, yəni ona sən diqqət elə. Əgər tağ yüklədürsən, əgər yarar. Əgər tağ yüklədürsən, əgər anə yarar. Əgər tağ yüklədürsən, anə yarar. Və əgər tağa dirəsən, dəyərsən, iki yarar. Şu bir sorusunun kim səhliyi ilə təhəmmül qalmaya qaça bilə. Yilə. Təhəmmül qalmaya qaça gəlməyə. Təhəmmül gəlməyə qaça və yilə. Ki nə ərqavər anda bigan bil. Ki nə ərqavər anda bigan bil. Doğundur bir moğuni və iki bil. Baş tapmıram. Burada çoxlu əcib kəlmələr işlədibdir. Buradan geçək görək ki, o tevhid birincisindən geçdi. Bu əvvəl səhifələrdə biraz daha çox zor olacaq. Çünki bu xəttə gərək adət eləyək də. Hər halda gözümüz buna adət eləsin. Sonra ikinci Allaha tevhid məsələsinə başlayır ikincisin. Deyir, bunu da geçək. Dərnəti Seyyidül Mürsəlin Xatəmün Nəbiyyin Muhammed Mustafa aleyhisselam. Bundan da geçək. Nəti dovvum və üzrü təqsir xiş və zikri səhabi-i kiram rəzvanullah aleyhim. Ki burada da bunlara görə danışır, şeir yazır. Əshab-ı Sadiq Rizvanullah aleyhim əcməin zikr. Burada da bunlardır. Yaradılmış hikmət o Adəm ağlanının qüsuri və oğlanının, Adəm oğlanının qüsuri və əczi. Burada da görək bu, əgər çox uzun olmasa bunu oxuyarıq. Bivəfadinin əfali və fasidüşdün pəşimanlar. Pəşimanın belə bir şeydir. Burada gedək görək ki, o kitabın, aha, tamam. Buradan gəlirik kitaba görək ki, kitaba görə bir şey deyir. Kitabın düzlədiyinin səbəb və ululərdən üzr diləmək. Tamam, görək ki, inşallah burada öz adında demiş ola. Bəlkə əlbəttə o qismətdə ki, Həzrət Muhammed və o birisləri danışırdı. Onlar da adın deyər, amma bilirsiniz də, yəni vaxt istir ki, adam oxuya, bunun adını çıxada ki, kimdir? Dəriqa, heç ömrün yox subati. Ki qurtulmaz ikən abi həyati. Kişi 80 yaşasa ya dahi 100 son ucu göstərir ana əcəl 100. Son ucu göstərir ana əcəl 100. Biləxərə bir hər nə qədər geçən son ucunda əcəl ona göstərir. Əgər kəsra və gərxaqan əkbər bu işdən qamı olmuşdur mükəddər.
Qamu hamı. Qəra toprağı istərlərsə nacah. Bəlalər topraq, bulalər topraq olmuşdur necə şah. Bulalər topraq olmuşdur necə şah. Necə şah topraq olubdur. Bunu bilərlər. Bulmaq, bulalər yəni taparlar, getişərlər. Sikəndər Xosrov و Cəmşid و دارا Münəqqəş dari qud çıxdı dara. Münəqqəş dəari qud çıxdı dara. Qəni İspəndiyar و Rüstəm و Zal yetürlər yerdə nitə ki gəri zal. Ki bünyad edübən sığını nə göz. Ki yer altında yetər qismın gör. Ya qeysübən gör. Qısı bən gör ehtimalən olacaqdır. Ki bünyad edübən çeygəni nə gör. Çeygəni nə gör. Ki yer altında bətür bitər həman qeysübən gör. Burada kitab cırılıbdır. Gətiriblər bunun əvvəlinə kağız yapışdırıblar. Şeirin əvvəli görünmür. Gördün ki verdi eyli günü ki sonra olmadı öləm zəbuni. Olam zəbuni həman. Bir də oldu bir nəs söhbət ya deyrü. O yenə də əvvəli düşübdür. Ona görə mən birdən oxuyuram. Əvvəli nədir bilmirəm. Bir də oldu bir söhbət bə deyrü ki dağıtmadı doğran ani gerü. Ki dağıtmadı dəvran ani gerü. Yenə də əvvəli görsənmir. Adəm almadı sonra ki əbləhdür inanən iş bu dəhrə. Gəlir bir gün ki yaz edər cəhani. Gəlir bir gün ki yaz edər cəhani. Gülü reyhanla xoş düzər ani. Dəxi bir gün görərsən cümləsin həb qılır pəjmürdə yiqar cism qalib. Gəni ol cam cəm fərri fridun. Gəni ol qəsr qeysər gənc qarun. Səlatini zaman şahan mazi. Cəhandan olmadı bir kimsə razı. Küləh ağan yerə bir qəddi cismin. Mən küləh oxudum. Əlbəttə küləh deyil. Gönül ağan yerə bir qəddi cismin. Cahan yiyən yemədi ələ qismin. Ya da alə qismin. Benimdir dünya diyen aldı erdən. Bu boyunca yerli hökm etdici yerdən. Kin ki lemaxa ətləsi naxu mətfun. Baş tapmadım bunu nə cür yazılıbdır. Kin ləmxa və ətləs naxu mətfun. Ehtimalən bu bir şeylərin adıdır. Ləmxa və ətləs naxu mətfun. Nəsib oldu bətanə 5-10 arşun. Ərşin də həmin arşun ya ərşun ehtimalən arşun yazıbdır. Ləmxa nə deməkdir? Görək ki, bunu tapa bilirik. Ləmxa. Dayə nəmə nədir? Ləmxa. O birisilər nə idi?
Atlas nax و مدفون. Ceyən olacaq bu da. Ceyən ləmxav. Ceyən ləmxav. Mən bunu əvvəldən yazsam daha yaxşılıqdır. Ceyən ləmxav. Atlas nax atlas Ceyən ləmxav atlas nax و مفتون. atlas nax و مدفون. مدفون یا مفتون؟ مدفون elə olacaqdır. Mədfun. Nə deməkdir? İndi görürük bunları. Bizə yazsın görək nə deyir. Atlasnax و Ceyən ləmxav və atlasnax و mədfun. Bunlar Osmanlı türkçəsi ilə açıqlayım. Hər birinin mənisini cüda-cüda yazıram. Ceyən ləmxa Atlas qəbilindən bəsyar nazük və parlaq əbrişəm parçası. Ləmxa ona deməkdir. Xassəsilə qiymətli qaftanlar və xas libaslarda istemal olunur. Giyən ləmxa nazük, yumuşaq və parlaq atlas günə əbrişəm qumaş. Atlas saf əbrişəmdən yapılmış, yüzü parlaq, ağır və qiymətli parça. Salatin və əyan libaslarında məşhur. Atlas parlaq yüzlü, qiymətli əbrişəm parça. Nax, iplik, riştə mənisindədir. Parça bafmaqda kullanan tab, tel ya ip. Nax, parça bafmaq üçün kullanan ip və riştə. Tamam. Nax. Bir şey nə deyirik biz ona? İndi yadıma düşmədi ona nə deyirik, mən zehnimdən çıxdı birdən-birə. Nəsib oldu bətanə, butun, bətan, yəni qarınlar, bədənlər. 5-10 ərşun, əgər milku, əgər malu, əgər gənc, qəmusi qüssə dərhəm, mehnətü rənc, kiminsə dünyədən almadı kami, məgər şul kim qəzəndi niçinami. Ki ərlər dünyada cigərdigi ad. Kən ərkən addən oldu zülm ilə yad. Kən ərkən addən oldu zülm ilə yad. Əgər naxoş و خوش dünya getirtün, əgər naxoş خوش dünya getirtün, سعید ol kim qəzənd nami موزون. Çu aləm məhv olar, verdür fənasi. Vardır fənasi, var. Çu aləm məhv olar, vardır fənasi. Quyubən kişi bunu yox sənasi. Bu saat nə deməkdir? Sənasi. Bunu tapaq. Bu səna dəstəli seynə və sənasi. Osmanlı türkçəsi ilə bu söz xam namdır. Xas namdır. Mənisi yoxdur. Sənasi əfəndi. Əcəb, belə bir şey ola bilər, amma bu deyil. Çu aləm məhv olar, vardır fənasi, yox bən kişi, bunu yox sənasi. Burada çarə mənasına gəlir. Yaqubən ya da qoyubən kişi bunu qoyub qoymaq. Qoyubən kişi bunu yox sənasi. Bu qavqadır, bu qavqayı zamanə, nə savdadır, bu savdayı təranə.
ki qılmaz kimsə rahat yerincə, kişi qəhr edər dilək verincə. Nəzər qıldım ki anladım bu rəsmi, dəgir qəndisə kişiyə qismi. قند اندازه دجور گندیسه کشیه قسمی iradətdə büleymadüm vəfati. Bülmaqdan gəlir, amma bunu oxuya bilmirəm. İradətdə büleymadüm bulmaqdan da gələ bilər, bilmaqdan da gələr. Bu iki dənədən. Əlbəttə bilmaqla da bulmaq zahirən bir kəlmədən gəlir. Yəni kökləri bildən olacaqdır. İradətdə büleymadüm vəfati səvabın dutu bən qodum xətayı. Qoydum. Diləkcə olmadığı üçün ruzigarım, diləkcə, yəni istədiyim kimi, diləkcə olmadığı üçün ruzigarım, ruzi karım, əlimdən getdi cümlə ixtiyarım. Səfər oldu bu göglümə mulaqi. Səfər oldu bu göglümə mulaqi. Bəni məst etdi Kəbə iştiyaqi. Gönüldüm bərru bəhr etdim təmaşa. Ehtimalən gönüldən, yəni gönlüdüm bərru bəhr etdim təmaşa. Ərişdim misrə getdi cümlə qoğa. Etdi bana bərdü sitəm kim ey yaz ya da yar. Etdi bana bir dostum kimi yar. Etdi yəni dedi. Etdi bana bir dostum kim ey yar. Gözünü qəflət iyğusündən oyarmaq, ayıtmaq. Ya zəngi xətər kimi farsça. Cahan göstərmədi bir kimsəyə yer ya da yüz. Cahan göstərmədi bir kimsəyə yüz ki bir gün gecə olunca illa düz. Kişiyə gərçi dilin vericidir, son ucu yenə bir yerdiricidir. Bir yerdiricidir. Bir yerdirici. Yerdirici yəni aparan, yeritdirən. Yeritmək yəni rahburdan. O anlamda işlənir. Kişiyə gərçi dilək vericidir, son ucu yenə bir yerdiricidir. Bu işi anla gül, etmə təğaful ki nə bülbül qalisidir, nə xud gül. Bu işi gəl anla, etmə təğaful ki nə bülbül qalisidir, nə xud gül. Gülsüz dünyadan geçmək gərəkdir. Gülsüz dünyadan geçmək gərəkdir. Diri olduqca xoş geçmək gərəkdir. Əcəldən qaçmağa mümkün deyildir. Həyat kimsənə zamin deyildir. Cəhanın xoşluğun gördün geçər üş. Bu qonunun qafilə yenə geçər üş. Nə deməkdir bunu bilmədim. Cəhanın xoşluğun gördün geçər üş. Bu qovnən qafilə, qovnən qafilə, yəni qaçan qafilə, qavılan qafilə. Bu qovnən qafilə yenə geçər üş. Geçər üş nə deməkdir?
Cəhanın xoşluğun gördün keçər üç. Görək bu nə mənədir? Cəhanın xoşluğun gördün keçər üç. Nə deməkdir? Cəhanın xoşluğun gördün keçər üz. Görək ki, qələt yazdım. O cür ki, bu demişdi. Cəhanın xoşluğun dağın. Cəhanın xoşluğun gördün keçər. Nə yazdı? Gördün. Bu da vavı yoxdur. Gördün keçər üç. Bu belə qədim Türkcə Osmanlı Azəri lisanında bir hikmətli cümlədir. Kəlmə-kəlmə açıqlayım, sonra mənisini toplayım. Cəhanı xoşluğun gördün keçər üç cəhan. Cəhanın, dünyanın, aləmin, xoşluğun, xoşluq, səadət, ləzzət. Qədim Türkcədə lığ, luq ismsazi içindir. Gərdək, gərək, lazım, vacib. Gərdək. Cığatay və Qədim Anadolu Türkcəsində bu şəkildə məşhurdur. Keçər, keçər, fani, davam etmiş. Üç, imiş, olur, derlər. Tamam. Cəhanın xoşluğun gördün keçər üç. Bu qavunən qafilə yenə keçər üç. Dəgül möhkəm axir əhd-u qərari. Axirində is yağıbdır. Burada calibdir. Mən bununla oxumuram, çox farsı oxuyuram ona görə. Dəgül möhkəm axir əhd-u qərari. Bu rəsmə kim qılıyəsər dür qərari. Qılıyəsərdür qərari. Bəzən beləsi də oxuyanda doğrusunu desəm şeyə düşürəm, yəni şəkkə düşürəm. Qıleysər nə deməkdir? Qıleysər. Qıleysər Osmanlı türkcəsi ilə bu söz qədim türkcə Osmanlı mütünlərdə silah və puşaç bağlamında görünür. Mənisi qıleysər. Zireh, zirehlik, poladdan yapılmış cəng puşağı. Xas ilə zəncirli zireh. Qıleysər. Qəni əvvəlki halın qani axar. Qəni əvvəlki halın qani axar. Muqim ikən bu dəm oldun musafir. Qəni ol rəfətü, ol rahətü gənc. Ki şimdi vaqe oldu zəhmət u rənc. Qəmu əhvalı külli bəndən qiyas et. Qəmu əhvalı kül bəndən qiyas et. Bu halə daxi təngriyə sipas et. Ki yavuzdən daxi yavuz olar çox. Ki yavuzdən daxi yavuz olar çox. Yavuz nə demək idi? Yadımdan çıxıb bunu qabaqcan yazmışdıq. Yavuz. Yavuz fəna, bəd, şərir, qəbih, məkruh. Calibdir. Ki yavuzdən daxi yavuz olar çox. Qəmu hal içrə heç şükrə bəha yox. Ya heç şükrədir, bəli. Bəha yox. Diyar Misr olub dürri həmçü cənnət. Diyar Misr olub dür həmçü cənnət. Zəmanə düddü yenə yiki şövkət. Yeni şövkət. Məqami xizrə dönüb dür bu xəzrə. Xəzrə yeni yaşıllıq. Xizr özü də yeni yaşıl. Məqami xizrə dönüb
bu dönübdür bu xəzrə, təfərrüc qıl ki zaid ola savda. Zümürrüd yürəsi zəncifərlə nil. Zümürrüd yürəsi zəncifərlə nil, şeker gibi yerdə ağar nil. Şeker gibi yerdə ağar nil. Savadi toprağın olmuş zəbərcəd. Savad qara torpaq. Zavadi toprağın olmuş zəbərcəd, nəbat içi nəbat olmuş muaqqad. Şekerin içində şey olur, neyin içində şeker olur, o nəbat olanı, yəni bərkiyində muaqqad olur, yəni bərkiləşir. Gülün bazarı səhrada muəttər, cəmal-i Yusifə bənzər sərasər. Quğil, bil nə deməkdir bilmirəm. Quğil əndişə kim, işbu qurbət, həqiqətdə dəgül süknayı rahat. Quğil, görək nə mənə deməkdir. Bunu yazaq. Quğil. Quğil, Osmanlı türkçəsində seda, qəlqələ, şur, qolqələ. Məxsusən Kuçov Bazar ya Cəngidə yüzə çıxan şuru qəlqələ mənisindədir. Qılqıl, yan-yana çıxan səda. Şur, şələbələ. Bevicə qurruş و həyahu. Pəs səslik da, çox səslik deyir ki, Quğil əndişə kim işbu qurbət, həqiqətdə dəcül süknayı rahat. Gönül aç, qüssələr qapusini yab olacaq, yab. Qəmi yıq, şadi şəmrin yerinə yab. Şəmrin yerinə. Qəmi yıq, şadi şəmrin yerinə yab. Şəmr nə deməkdir? Şimri kimi yazılır, şəmr. Bu da İngilizcə şimridir, şimri deyil amma. Əsla ərəbcə söz mənisi zalim, bədkarə, xunxar. Dedim daha gedəcək, şümrə gedəcəkdir. Qəmi yıq, şadi şəmrin yerinə yab. Şadlığı, şəmr burada qüssə qəm olacaqdır. Əcəba bunu bu mənidə də işlədib, tarixi şəmri getdi şümrədə dedim, o cür oldu. Yox, burada o ayrı məni yazıb, gərək yazaq ki, qəmi yıq, şadi şəmrin yerinə yab. Qəmi yıq, غمی یک شادی şəmrin yerinə yab. Əgər beləsi olsa bir də غمی یک şadi şəmrin yerinə yab. Yerinə 2 dənə yerinə yazıbdır. Yerinə yab. Görək burada nə deyir? Bu sözü demişdik, ya mənisini açıqladım, ibarət. Qəmi yıq, şadi şəmrin yerinə yab. Qəmi, qəm, hüznü, kədər. Yıq, yaq, deyil. Yox, deyil. Mövquf, yox, qələt dedi, bu deyil. Yaxmaq mənisində. Şadi, xoş, şərvət. Şəmrin, zülm o sitəm. Yox, bu deyil. Bəlkə də ola bilər. Qəmi yaq, şadi şəmrin yerinə yaq. Şəmr yəni zülmün yerinə. Həman olacaq, yəni narahatçılığın yerinə. Ki sərp olur qəriblikdə məlalət.
çi sərp olur, sərp möhkəm. Çi sərp olur, qəriblikdə məlalət, qoməz sağlığa heç bir dürlü alət. Bu sözlə həm etdün əzmi səhra, çıxıb ehramə qıldıq xoş təmaşa, əcayib yapı gördün, kim yapılmış, neçələr xatiri ana qapılmış, neçələr xatiri ana qapılmış, təfərrüc eylədik, döndük yenə tiz, tez zaman. Vəli ibrət qamadı, bəndə pərhiz. Dağıldı fikrim o, cəm oldu qussə, ki bülmadım, sonum gəldikdə hissə, ki bulmadım sevinməkdə, ki bulmadım sevinməklikdə hissə. Sevinməklikdə özümə pay bir tapmadım. Ki bulmadım sevinməklikdə hissə. Yürərdim hər səqaq içində heyran. Sokaq. Yürərdim ya da yürərdim ya yürürdüm də ola bilər. Yürürdüm hər sokaq içində heyran. İçim od tulu, gözüm bəhri umman. İçim od tolu, gözüm bəhri umman. Od dolu, odundan dolu içim. Od ateş. Ərüşdüm bir araya kim ərəblər, dirilü bən qılırlərdi tərəblər. Dirilü bən, yəni diri hallarında, dirilü bən qılırlərdi tərəblər. Əlinə aldı bir dəllaç namə, munadi qılırdı xas amə. Munadi, yəni o dəllaç, dəllək hər kəsmiş bir yazı alıb əlinə, onu oxur. Dilə bir ərəb ani görəydi, dəli ola bilər ehtimalən. Dəli bir ərəb ani görəydi, bəhasini nə olsardı verəydi. Dilə olacaq. Dilə bir ərəb ani görəydi, bəhasini nə olarsa verəydi. Dilə, yəni arzu elə. Dilə elə ki, arzu elə ki, bir ərəb onu görəydi, o naməni, bəhası hər nə olarsaydı verəydi. Dedi dəllal, əya sahib kifayət, fişarat-ı əcəmdür bu rivayət. Eşitdim bunu, köklüm oldu mail. Eşitdim, dedi dəllac, əya sahib kifayət, fişarat-ı əcəmdür bu rivayət. Eşitdim bunu, köklüm oldu mail. Bəhasın verdim etdim ani hasil. Kitabı əskiligin iki qıssə ki heç bir xatirə olmadı hissə. Gedib dibaçəsi qılmış hikayət. Kitab özü cırılıb gedibdir. Kitabı alıbdır. Kitabı əskiligin iki qismə. Əskiliyi iki qismət imiş. Əskilikən əslində. Kitabı əskilikən iki qıssə. Kitab əskil zamanında iki bölüm imiş, iki qıssə imiş. Ki heç bir xatirə olmadı hissə. Ki heç bir xatirə, yəni hər kəsin ağlında, fikrində payı olmadı. Hissə pay. Gedib dibaçəsi qalmış hikayət. Müqəddəməsi gedib hikayəti qalıbdır. Düzən həm sadəcə qılmış rivayət. Şeiri yazan da, kitabı yazan da sadəcə qılmış rivayət. Tərəddüd, tətər dilican, tatar. Tətər dilica, əlğa bidi bulğay. Tətər dilica, əlğa yidi bulğay. Bəqirüm xəlqi bizdə yaxu xunsay. Burada da geçti o şeydən, mən bilmədim. Tətar dilica,
الغاییدی bulğay, bulğay yəni tapmaq, əlqab ehtimalən yəqirım xəlqi bizdə yaxud xunsay ya qırım xəlqi Kırım indi deyilir ya qırım xəlqi biz bir də ya Xunsay şəhri indi Xunsay haradır bilmirəm ibarətsiz hikayət eyləmişlər nəhayətsiz bidayət eyləmişlər sənaət gərçi kəm bu yoxdi hərgiz sənaət gərçi kəm yoxi hərgiz vəli hər ləfzidi bikru bir qız vəli hər ləfzidi bikri bir qız hər ləfzi bir bikr qız kimi Allah Allah çox gözəl işlədibdi oqudum xatirim oldu güşadə غم oldu kəm fərəh oldu ziyadə həvəs qıldım ki nəzm edəm bu ani həvəs qıldım ki nəzm edəm bu ani imarət eyləyəm qəsri xarabi əcəldən gəl bulursam amani verəm bu qıssədən bəllü nişani nə kim bildim qələm ərzə sərasər nə ki bildim qələm ərzə sərasər həya tumayizr çərxi dəftər həyatuma yazar həyatuma yazarsa çərx dəftər həyatuma yazarsa çərx dəftər könül məşşatəsinə fərz qıldım kəlincükən kəlamun ərz qıldım kim iş bu nov ərusə sən yiki don kim iş bu nov ərusə sən iki don gərəkdir biçəsən qayətdə mövzun bitmaq kəsmaq donu parçanı kəsərik da biçərik kəsib biçmək biçib kəsmək beləsi deyərlər maanidən lətif axtar ədəsən uxtar əlbəttə maanidən lətif uxtar edəsən uxtar nə deməkdir ehtimalən uxtar Axçar, axçar. Osmanlı türkçəsi ilə açıqlayıram. Lüğəvi mənası axçar, axçar. Qədim türkçəsində asman, gök ya asman qatı mənasıdır. Bəzi mütünlərdə aftab, nur, asman kimsəyi istiarə şəklində də istimal olunur. Neyədik? Getdik buradan. Məanidən lətif uxtar edəsən. Uxtar ixtiyar mənasına burada gəlir. Məanidən lətif uxtar edəsən. Xiyalat-ı bədayi çar edəsən. Uxtar çar elə həman işlətdi. Bir kəlmədəndir. Burada çarı yazsaq görək çara nə deyir? Çar çarə olacaqdır amma vəsilə, bəli, seçəsən. Orada məanidən lətif uxtar edəsən, ixtiyar edəsən, seçəsən. Xiyalat-ı bədayi çar edəsən, yenə də seçəsən. Qəba təcnis həm tac-ı mürəssə. Bunlar ciddi şeydir. Təcnis şeirdə işlənən bir şeydir, bilmirəm dəqiqən. Əlbəttə soruşsaq digər təcnis nə deməkdir? Təcnis. Təcnis əslən ərəbcəsi təcnis mənisi həmsurəti, həmsouti, səslərin bir-birinə bənzəməsi, həmahəngi seda, müşahibət ləfzi. Niyə genə bunları farsca nədən
farsca cavab yazırsan. Ancaq təvəccüh nəkərdəm. Rastdır, rastdır. To sözləri Osmanlı Türkçə qədim bir Mixay. Mənə yenə də həmandır. Adam yəni təznis isə bəlağət funundan bir istilahdır. Mənisi kəlmələrin sədaca həmşəkil, amma mənicə fərqli olması. Səsləri bir, amma mənası fərqli olması deyir. Deyir ki, dilər, can canər. Məsələn, bunu oradan gətirdi. Dilər, can canər. Məsələn, burada deyir ki, bunlar fərqlidir. Əlbəttə, hər nə eldən bu şey droiz bu isə. Dedi ki, qəba təcnis həm taci mürəssə müsəccədən müshəfdən mürəqqə. Müshəf Qur'ana deyilir, amma ehtimalən ədəbiyyatda da bir şey çıxsın. Müsəccə də ki, o təcnisdən gələndir. Əlbəttə, ayrı bir mənası var, qətən. Yadımızda qalmayacaqdı, amma yazaq. Müsəccə nə deməkdir? Müsəccə. Şeir ya nəsrdə qafiyə ya vəznə həmahəngiliği, tikrar və ahəng. Şeirdə qafiyələr və vəzn nəzm ilə nəzər edər. Yəni, səsləri bir olsun, şeirin axiri ehtimalən. Gətir meydanə ta əhli bəsirət, görələr, qılələr, lütf ilə himmət. Kərəm edib qəçan kim o qiyalər. Qəçan yəni olar iki. Kərəm edib qəçan kim o qiyalər, yüzlərin əyyülərdən səbalər ya sayalar. Yüzlərin, düzlərin, yüzlərin əyyülərdən, burada yüz zahirən belə gəlir qələtlərin, doğrusu olun, yaxşı görünməyələn, yüzlərin əyyülərdən, iylərdən sayalar. Yüzlər əyyülərdən sayalar, burada yəni yaxçı olmayanlar da yaxçılardan hesab eləyərlər. Beləsi istir desin. Yolar əhli xirət kim hər təbiət, keci yetdükcə qılar ol həmiyyət. Lətafətdən dəgüldür şöhrəti am, kəsafətdən dəgül ənbər yeri xam. Vəli beylə qılar tale təqaza, kimi şöhrət bula, kimi şöhrət bila, kimisi ixfa. Olur bir şeir nazük, xub و موزون, yetər hər bir bucaqda gizli mədfun. Yetər hər bir bucaqda, bucaq cuşə. Yetər hər bir bucaqda gizli mədfun. Dəxi bir şeir olar, kim əhli irfan, səfasızdır bilər bi lütfü ərkan. Səfasızdır bilər bi lütfü ərkan. Şunun gibi dütər aləmdə şöhrət, ki girməz kimsənə onda zərurət. Ki görməz ehtimal olacaqdır, ki görməz kimsənə onda zərurət. Gözəl kim durur hüsnü yerincə. Gözəl kim durur hüsnü yerincə. Dütər bəzilər ani ki yerincə. Pəs ondan çirkin olar kim xəlayiq, likül verir ana budur həqaiq. Nə deməkdir lüküllünü, bunu bilmirəm. Verir ana budur həqaiq. Şuna bənzər ki var bir ardıcıq mal ehtimalən. Şuna bənzər ki var bir ardıcıq mal, vəli elm içrə qıldı
ehmal. Birinin mali yok, elm etdi mükəssəb. Kəsb elədi, mükəssəb, kəsb. Birinin mali yok, elm etdi mükəssəb. Ayu əxlaqla oldu mürəttəb. Şu kim cahildir əqli dəcül tam. Əqli dəcül tam. Şu kim cahildir əqli dəcül tam. Qoyubən elmi malə qilər ikram. Budur içində, bu davr içində xud fasık bezahid. Ya zahid, ya hemen. Bu dövr içində xud fasık ya zahid. Dəcül əhli nəzər illa müqəllid. Guli vən ol kişinin ləm söz anlar. Qulivən nə deməkdir bilmirəm. Qulivən ol kişinin ləm söz anlar. Qulivən ya da qulivən ayrı da yazıbdı ona görə. Qulivən ol kişinin ləm söz anlar. Lim əlbəttə, lim söz anlar. Qulivən ol kişinin lim söz anlar. Yox ol kim eyb eder hər söz dinlər. Kişi kim dinə bir xoş bustani. Kişi ki dində bir xoş bustani. Dəgənsiz olmaya heç gülüstani. İhtimalen deyənsiz de olabilir. Deyənsiz olmaya hiç gülüstani. İyyuya canla gönül verenler. İyyuya yani yaxçıya. İyyuya canla gönül verenler üşünməyə digindən gül dərənlər. Üşünmək şəkk-i tərdid, çəkilmək, nə kamil çəkilir, nə yaxına gəlir. Şəkkidə olan o üşünməyə dilindən gül dərənlər. Təbayi müxtəlifdir bəlli bayiq. Kimi əsrün kimisi ayıq. Kimi əsrün kimi ayıq. Qəmu xoş görünmür bir tamaşa. Qəmu xoş görünmür bir tamaşa. Kimi xəlvət sevər, kimi qoğa. Kimin gözünə bir nəsnə gələr xoş. Kiminin gözünə günəş olar boş. Biri küçük görer. Biri küçücük görer. Birisi yetlü. Biri acı tədər, birisi tətlu. Tədər tadmaq. Biri acı tədər, birisi tətlu. Kişi var xəlqi olar çox firiştə. Kişi var xolqi olar çün firiştə. Qəmuyə lütf edər daim hər işdə. Nə siz işdəsə, nə söz eşitsə, qılar ana təhsin, olursa acı görər ani şirin. Deməz kimsə sözündə kəm xəta var həman. Deməz kimsə sözündə kəm xəta var, ki hər bir sözdə bilər bir əta var həman. Dəxi bir lənəti var xəlqi çirkin. Dəxi bir lənəti var xəlqi çirkin. Bir lənəti adam var ki, xolqi çirkin. Xolq oxuyacağım, xəlq oxudum.
Dəxi bir lənəti var, xulqu çirkin, həsəddən içi tolu, suxan çin. Nə söz kim göstərəsən, bir tarur yer. Həqiqət ana iblisüdür qəlavuz. Qəlavuz rahnuma, yol bələd. Bizim indi Azərbaycanda qəlavuz bir dəstgaha deyilir ki, lüləni içdən piç açır. Ona qəlavuz deyirlər. O da buna görə ki, sonra piç onun içi ilə gedir, yolunla gedir. O açdığı yolla gedir, ona qəlavuz deyirlər. Qəlavuz əslində qabaqda adamdır, gedir, bir yolu bilmirik, oranı gedir. Məsələn, deyək ki, mənim bir ustadım olsaydı, bu kitabları örgəsəydi, o qəlavuzum olardı. Çünki o getdiyi yolu mən də gedərdim. Biraz da bəlkə fərqli olardı. İndi amma özüm tək getdiyim üçün qəlavuzsuz gedirəm. Özüm, məsələn, yol açıram. Əslində, indi mən burduzel kimi yol aşmağa çalışıram. Quru ağır gəlinər irfani yoxdur. Quru ariflənür, irfani yoxdur. Xəsisüdür, zərrəcə ihsani yoxdur. Eşitdiyi sözü desə iyüdür, əcəb mənsəblərinə nə qəyyudur. Eşitdiyi sözü desə əyüdür. Əgər eşitdiyi söz desə çox yaxşıdır. Əcəb mənsəblərinə nə qəyyudur. O mənsəb sahiblarına deyir, əcəb şeylər qoyar üstünə deyər, yəni. Qəyyudur, yəni qoyur üstünə. Burada kitabın əvvəli gedibdir, kim görməyədənlərdə heç xab. Dönlərdə. Görməyədənlərdə heç xab. Səhər oluba o yağınca məhtab. O yağınca, o yaxmaq. Hər halda bağışlarsınız da, kitab beləsi oxumaq zordur. Gönül fikr oduna ata həmişə. Dəmağı suniyə topraq qərişə. Dəmağı su nitə topraq qərişə. Qəlayüz əczilə bir nəzm tərtib. Bülünə anda cümlə vəz'ü tərkib. Görüb ani demiyə kim bu tədbir lətifdür. Qılmədilər bəndə təqsir. Uzun əndişə qıla bu əsərdən. Uzun əndişə qıla bu əsərdən ki, xali olmaya qıssə nəzərdən. Hünər qoya və eybi cizliyə ol. Hünər qoya və eybi cizliyə o. Diyə eybi hünərlər cizliyə o. Bəzisi deyir ki, eybi qoyar, hünəri deyər. Bəziləri də eybi deyər, hünəri deməz, gizlədər. Kişi az eybini görmək rəvadır. Kişi öz eybini görmək rəvadır. Dəxilər eybini demək xətadır. Dəxilər özgələr, obrislər, daxi yəni əlavə. Adam öz eybini görmək rəvadır, özgələrin eybini görmək xətadır. Gözətmə eybi, qeybi gör qənimət. Gözətmə eybi, qeybi gör qənimət. Ki eyb ola qəlalər qeybi qeybət. Ki eyb ola qılalar qeybi qeybət. Çü biz eybin tuluqunca gediyoruz, dolusuca ehtimalen. Gediyoruz, gedəvüz. Gölümüz ayrığın eybin gödəviz, gütmaq burada da. Gülməz ayrığın eybin gödəviz, güdmək burada. Orada gedəviz, burada güdəviz. Qəmu biz həmçü ayinə müzəyyən ki bağın kəndüvi görür müəyyən ki bağın
kəndvi görür müəyyən. Əgər əqri baqa əqri görəriz. Əgər əqri baxa, əgər ayrı baxa, əyri baxsan, əyri görərsən. Əgər əqri baqa əqri görəriz. Bəqərsa doğru göstərəriz. Əgər doğru baxsa, düz göstərərik bizdə. Nə kimsə eybina baxmaq əyüdür. Nə kimsə eybinə baxmaq əyüdür. Nə qeybət oduni yakmaq əyüdür. Qəmumuz tülü eybin leykən ey yar. Qəmumuz tülü eybin leykən ey yar. Qılır fəzlindən ani səttar. Səttar burada Allah'a işarə edir. Gərək Adəm olan duta bu yengi. Ki rəngə çıxmaya bir düllü rəngi. Mən istirdim bu adamın adını tapam. Bu haracan davam eləyəcək ki, uzundur. Mən bunun adamın istirdim adını tapam, amma bu şeir çox uzundur. Tamam, burada bir şey gördüm. Görün bu nə deyir? Deyir ki, məhəbbət bağı itrə bir gül olsun, səfa məclisdə gedən biraz da axirə. Dalılıq gedim. Görürsüz zinət dürürlər, düzərlər. Görürsüz zinət düzərlər. Və lekin arədə boncuq düzərlər. Bu mənidən qəbul eylən bu üzri birağın ardən qəhr ilə üzri. Birağın ardən qəhr ilə üzri. Kərəm əhli kərəm böylə gülərlər. Əmək necə yenir cümlə bilirlər. Kərima ol kərəmlü qul kasən. Kərima ol kərəmlü qul kasən. İnayət qıl kim ola işi əhsən. Muradinə erür kil ol axir. Muradinə ürür gil əvvəl axir. Beləsi oxunacaqdır ki, sənsin rəhmət essi fərdu qadir. Ki, sənsin rəhmət essi fərdu qadir. Bu sahibnaməyə daxil kərəm qıl. Adı sahibnamədir. Kitabın adı sahibnamə. Ad sahibnamə. Bu sahibnaməyə daxil kərəm qıl. Yarısın fikrinin bağı irəm qır. Yarısın fikrinin bağı irəm qır. Yarmaq yəni faydalı olsun. Səfa ver kilkinə getsin küdurət. Mən kilkinə oxudum ama küllünə. İhtimalən küllünə də ola bilər, amma əvvəldə bir səfa ver küllünə getsin küdurət. Bir qəma zehninə bırakma zehninə hərgiz zərurət. Bırakma zehninə hərgiz zərurət. Bu fikrin bekrinə çünkim əl ürdüm. Fikri bekr zahirən tükr olacaqdır. Bikr ərəbcə sözdür. Fikri bikr. Görün fikri bikrə nə məni deyir bu?
Fikri bikr. Tərkibi söz qədim mütünlərdə görülür. Fikr, əndişə, əql, tədbir. Bikr olan, daştə, müəssir. Cəm, ikisi ba həm, əndişədar, əqlimənd, tədbirli kimsə. Fikri biz, aydad. Bu fikri bikrinə çünkim əl ördüm. Nitə, ehtimalən biraz, bəli. Nitə olasu ki, diyu dilərdüm. Xudavəndə cələz eylə ki, əyyam. Xudavəndə cəlz eylə. Gülüz. Xudavəndə gülüz eylə ki, əyyam. Getər təcil ilə, heç dönməz aram. Bülür kilim, bülünəlim pərdəsində bir gələn bən. Bir gələn bən. Bitərdim bilseydim, tutdum əlin bən. Çıxardım pərdədən, Eyyula gətirdim. Dəlil ilə pərdəsin yerdən götürdüm. Mübarək qıl qüdumin bu cəhanə ki, aləm içrə ola bir yeganə. Mənə bilsin oxuyanlar duani. Mənə bulsun oxuyanlar dudağı. Məzə bulsun oxuyanlar dudağı. Fərəh olsun eşidən kişi dağı. Eşidən burada əlbəttə tənvin qoyubdur, amma əlif də qoyubdur. Eşidən kişi dağı. Məhəbbət bağı içrə bülgül olsun. Səfa məclisdə xoş safi mül olsun. Mül dedik ki, şərabın köhnəlmişi ya da bərkimişi. Ona deyirmişlər. Açıq xatirələr roşən görünsün. Qərib bülbüllərə gülşən görünsün. Sözündən söz düşsün. Sözündən söz düşsün. Cümlə uşaq yüzündən yazə dönsün. Qamı oğraq yaz. Cəmali aləmin qılsın müşənvər. Beləsi oxunacaqdır. Visali Adəmin qılsın müsəxxər. Tamaşa bağına versin təravət. Təfərrüc xanına dönsün xəlavət, həlavət. Netə kim güllərə verdir təbərrü. Netə kim güllərə verdir təbərrü. Gögül bəndən dəxi tutsun təməttü. İnayət qıl kim iş bu eşqnamə. Adı eşqnameymiş, sahibnamə deyilmiş. Əlbəttə burada yazaq eşqnamə, görək ki, nə olur? Eşqnamə. Burada yazıq töhfənamə, amma burada eşqnamədir əslində. İnayət qıl kim bu eşqnamə, səlamətliklə irə təmamə. Ümid oldur kim oxuyan kərəmdən, nə kim bulərsə artıqdən ya kəmdən. Aça lütfi yekini eybin örtə. Aca lütfi yekini eybin örtə. Yox ol kim kağıdın duta və yertə. Kağəzin. Yox ol kim kağıdın duta və yertə. Yırtmaq
cırmaq, yırtə. İçində bulmazisa dürlü məna, o qıya heç məlul olmaya yəni. İçində bulmazisa dürlü məni, o qıya heç məlul olmaya yəni. Tü üzr oluların qatində məqbul. Tül üzr uluların qatında məqbul olur haşa bu namə ola məhlul. Dilərdim kim tamam olduqda bu söz ehtimalə beləsi olacaqdır. Dilərdim kim tamam olduqda bu söz eşitmədən qulaq görmədən göz. Eşitmədən qulaq görmədən göz. Bir arada bəni pənhan edeydim. Bir arada bəni pənhan edeydim. Kiminsə kərəmdən qoyam gedeydim. Qoyam getmeydim. Gedəmədim. Beləsi gedəmədim, gedəmədim. Bir arada bəni pənhan edeydim, kimsənə görmədən qoyam gedeydim olacaqdır. Ehtimalən burada nöqtəsi düşübdür, mimə də bənzir. Vəli qomadı bir qəc yar sadiq. Vəli qoymadı bir qəc yar sadiq ki təb'üma durur bunlar ki təb'üma durur bunlar muvafiq. Dedilər kim gönüldən gedir pas. Dedilər kim gönüldən gedir pas zəngar paspastı da. Yerə düşsə netə digər əmiyə tas. Yerə düşsə netə cəkər də ola bilər. Cəkər əməyə tas. Tas kasadır bilirik. Əmək də ki, yəni zəhmət. Zəhmət ərəbcədir, əmək türkcədir. Onu işlədibdir. Yerə düşsə netə cəkər əməyə tas. Kəlim altında təbli vermək olmaz. Ehtimələn kilimdir bu. Kilim altında təbli vurmaq olmaz. Dəvə binib bəsudə durmaq olmaz. Dəvə minmaq, dəvə binib bəsudə dərmək olmaz. Bəsudə ehtimalən o cürüm nəmin olur. Bəsudə. Qədim türkcə və Osmanlı mətnlərdə mənisi kamil, tamam, payan yaftə, به حداکثر رسیده. Bəzi mətndə də rizayət bəxş, kafi, tamam şudə mənisi də görünür. Dəvə binib bəsudə durmaq, asudə. Bəsudə, asudə durmaq olmaz. Ürək kim yadigarı qala olmaz. Ürək ki yadigarı qala olmaz. Külək kim etibarı ola sölməz. Külk olacaqdır ya külük, gülün kim etibarı ola solmaz. Gül olacaqdır bu. Gülün kim etibarı ola solməz. Solmaq pəjmurdə farsça. Olun irməzsə altın yüzügə ki. Ölük yazıb da amma ölün irməzsə altın yüzügə kəy birincidən yüzük edən qoğa şirki. Görürsən hər kim istərsə ululik, çəbalər netə kim qurud balıq. Qurudə balıq. Çəbalər netə kim
Qurudə balıq. Quruluq, quruda, yəni xoşki da. Qurudə balıq. Ço oğlan bilməz mizan birincidən. Ço oğlan bilməz mizan birincidən. Tərazu idə nür varır türüncüdən. Əgərçi şəkər heç tatlı denmez. Əgərçi şəkər heç tatlı denmez. Şəkərə heç tatlı deməzlər. Deməzlər ki, şəkər şirindir. Elə şəkər, yəni özü şirindir da. Əgərçi şəkər heç tatlı denmez. Dəcüldür tatlıdan xali bənməz. Heç kəs deməz ki, bu şirinlik deyil, şirinliği yoxdur şəkərin. Yeri qılsən daxi bir nəslə bunyad ki səndən sonra seni qılələr yad. Təmənnadur tələbdən lütf-i ehsan. Tələb böyük adam. Təmənnadur tələbdən lütf-i ehsan ki qıla işlər mövzu cümlə asan. Ki qıla işlərimiz cümlə asan. Müsəxxər eyliyə bu ruzgari dəxi durdulmədən ömrüm təmari. Tamar, damar. Ömrün damarı. Qurtarmadan. Tamam ola bu bir fərxundə namə. Ərişə dünyədə bir niç namə. Oqya lütfülə ata alin ol. Duadən bağlamaya heç dilin ol. Allah rəhmət eləsin. Ana xeyr ilə sahibnamə həm əgər ol mərhəm ola kəndüs məhrəm. İlahi cənnət içrə ver məqami əgər xass ola əhlu ya xud ami ki çün bu namədən eşidə avaz oqya sure-i Elhamd az az. Bağışlaya savabın qayıla ol ki cənnət məhfilindən sayıla ol. Allah Teala rəhmət eləsin. Bismillahirrahmanirrahim. Allah rəhmət eləsin. Böyük Türk dilində böyük zəhmət çəkibdi, ədəbiyyat yaradıbdı və düşüncə yaradıbdı. Bu çox önəmlidir bizim üçün. Təbii ki, əlimizdən ən azı budur ki, elə bir dua eləyək. Allah istədiyi kimi. Mən istəyirdim burada adını biləm, kitabın adını çıxartdıq, amma mütəəssifanə özünün adını tapanmadıq. Amma görək bu bölümdə azalıb 2 saat olsun. Bu bölümdə tarixin çıxadıq heç olmasa görək ki, kimdir? Yəni oxumadıq da, yəni onları oxusaydıq bəlkə öz adını yazardı. Kitab-ı təxəllüs-i xudavəndگار اعظم şəhriyar müəzzəm فرمانده بنی آدم سلطان العجب عربی و العجم قاتل الكفرة قائد احتمالا قائد değil مائد الفجرة والمتمم ديني ظل الله في الأرزين عالي القدر العظيم المحل والشأن جلبی امیر سلیمان بایزید خان اعز الله امیر سلیمان ابن بایزید خان اعز الله الانصار والاعوانی والاحلا منه لا مسار والبلدانی adına. Pəs burada adı bilindi da Çələbi Əmir Süleyman. Bu həman Çələbini ki bir dəfə də oxuduq, bu şikəst yiyibdi. Çağ oldu nə mənə?
Çələbi Əmir Sultan İbni Bayezid xan. Tamam. İndi əvvəl bunu görək şey, belə bir şəxs tarixdə var, yoxdur və ya nə cürdür? Çələbi Əmir Sultan Sultan nə mənə oldu? Əmir nə mənə oldu? Burada bir şey qalıbdı. Əmir Süleyman mən bunu yazmışam Sultan. Əmir Süleyman Əmir Süleyman İbni Bayezid xan. Sultan Bayezid xan. Çələbi Əmir Süleyman İbni Bayezid xan Osmanlı türkçəsi anlamı beləsi. Nam-ı kamil Çələbi Əmir Süleyman İbni Bayezid xan. Nisbət Pesər Sultan Bayezid. Döran zindagi qarn 9 ilə 10 hicri. Təqribən yenə niyə şey yazdı bunu? 15-16 miladi. Məqam Əmir və hakim در برخی نواحی. Türkçə yaz. Səndən bizim sözümüz çıxacaq. Türkçə yaz. Əlbəttə biz bu adamı Türkçə, Osmanlı türkçəsi ilə açıqlayaq. Çələbi Əmir Süleyman İbni Bayezid xan. Nam yenə də yazdı. Çələbi Əmir Süleyman. Nəsəb Pesər Bayezid. Ləqəb Çələbi Dana. Şərif, ədəbli kimsə. Məqam Əmir, hökmran bərxi nəvahi Anadolu. Döran qarn 19 filan. Tarixi mütunlarda divanlar, rəsail və vəqainamələrdə adına işarə olunur. Osmanlı türkçə cümləsi ilə Çələbi Əmir Süleyman İbni Bayezid xan hakim və əmir olub. Ədəb və fəzl sahibi. Tarix mütunlarda yad olunur. İstərsən mən bu adamın kütah tarixi zindagisi və əhvallərini də Osmanlı türkçəsi ilə yazaram. Yaz. Alttan nə mənə demək bilmirəm. Mən bu Adəmin tarixi və əhvallərini Osmanlı türkçəsi ilə yazıram. Çələbi Əmir Sultan Bayezid xan, Bayezid xanın pesəri və əmiri ədəb və fəzl sahibidir. O, Anadolu nəvahilərdə hökumət edən hökmran olub. Mərdümin əhvalinə diqqət etirmişdir. Ləqəbi Çələbi dana və şərif mənisində ədəbiyyat və elm və hikmət sahibi kimsələrə deyilir. Tarixi mütunlərdə divanlar, rəsail və vəqainamələrdə yad olunur. Yenə də həman yazdın ki, heç bir ayrı bir şey yazmadan. Doğum və ölüm tarixlərin hicri olaraq yaz. Görək ki, bir şey gətirir, yoxsa Çələbi Əmir Bayezid xan ki, həman Süleyman Çələbi İldürüm Bayezid oğludur və dər dori cəng daxili cəncətdora nəqşi mühimmi olan Osmanlı prensesidir. Tarixi təvəllüd məlum nist, amma tarix vəfat müşəxxəsdir. Vəfat 17 fevriye 1000 falan, o در این tarix fot کرد. Təvəllüd, tarixi dəqiq təvəllüdəş bənabə tarixi müşəxxəs nist. Yanlışlar. Amma əğləb Məbərxan 10 və beyni 1337 qəməri 1380 qəməri təxmin edirlər. Belə bir şey yoxdur, hələ 1380 qalır. O, türkcə və Osmanlı mənabədə 1447 yox, o tamam. 1337, 1377, 1380 illərini deyirlər.
Çələbi Əmir Sultan İbn Bayezid xan Bayezid əvvəl. Axı Bayezid əvvəlin ömrü ilə bu düz gəlməz ki, bu yanlış dedi. Çünki Bayezid əvvəl, indi bunu beləsi götürək. Bayezid əvvəl. Bayezid əvvəlin oğlu. Tamam, bunu qoysaq bura. Bayezid əvvəl. Hangi tarixlərdə yaşamış? İndi bunu onunla müqayisələsək, görəcəyik ki, deyir ki, Bayezid əvvəl Babayı Yıldırım Bayezid Osmanlı sultanı olub və tarix əhvallarını təvəllüd təqribən sal və 1360 hicri qəməri miladi, hudud təqribən 1354-1355 miladi. Aha, axı baxın, indi burada görürük qələt yazır təqribən. Burada yazdı hicri qəməri 1360, burada da hicri 1360 qəməri miladi yazdı. Yəni olmaz ki, ikisi bir deyil. Səltənət ili 1300, burada düz ilini yazır, hətta qələt yazır. Aha, aşağıda düzəltdi. Vəfat Marsi filan Şaban 805-də olubdu. Ölübdü. Zahirən yoruldu. Gözədək şeyi açaq, görək orada nə deyir. Burada Cimnaya açaq, görək Cimnay. Bayezid birinci Sultan Bayezid kimdir? Onun yaşam tarixi haqqında Həmidə hicri qəməri il üzərə yaz. Cümlə düz olmadı, amma neymiş? Bizim tariximizə ən maraqlı və güclü simalarından biri olan İldırım Bayezid Osmanlı İmparatorluğunun 4-cü sultanıdır. O, həm döyüş meydanlarındakı sürəti, həm də Teymurləng ilə olan məşhur qarşıdurması ilə tanınır. Bu böyük hökmdarın həyatı haqqında əsas məlumatlar bunlardır. Qıssa bioqrafi və kimliyi. Adı 1-ci Bayezid İldırım ləqəbi ilə tanınır. Atası Sultan Murad Xudavəndigar. Anası Gülçiçək Xatun. Doğum yeri Ədirnə ya da Bursu. Yaşam tarixi miladi və hicri. İldırım Bayezidin həyatının önəmli tarixlərini istədiyiniz kimi hər iki təqvimdə belə sıralaya bilirəm. Olay, hadisə. Miladi il, hicri il. Doğum tarixi miladi 1360-cı il, hicri qəməri tarixi 761-də doğulubdur. Taxta çıxması 1389-cu il miladi, 791-də də çıxıbdır təxtə. Yəni 30 il sonra, 30 yaşında çıxıbdır təxtə. Ankara döyüşü bunun şeyidir. 804-də, yəni 13 il təxtə çıxandan sonra Ankara döyüşü var. Vəfat tarixi 805-dir. İndi burada bir şeylər bu haqda yazır, amma onu istəmirdim. Mən istirdim ki, Çələbi Əmir Süleyman. Lütfən Çələbi Əmir Süleyman Bayezid xan oğlu haqda da dərin və geniş bilgilər ver. Görək ki, burada nə deyir? Əmir Süleyman Çələbi ya da Süleyman Şah, İldırım Bayezidin böyük oğlu və Osmanlı tarixinin ən bohranlı dövrlərindən biri olan Fitrət dövrünün
nə deməkdir? Ən önəmli oyuncularından biridir. O, həm siyasi fəaliyyəti, həm də sənətə və ədəbiyyata verdiyi dəyərlə tanınır. Əmir Süleyman haqda dərin və geniş bilgiləri belə xülasələndirə bilirik. Şəxsiyyət və eyşət tərəqqi. Bilmədim, bu eyşət nə deməkdir, bilmədim. Bəlkə umum məişət deməkdir, bilmirəm amma. Süleyman Çələbi dövrünün ən savadlı və mədəni şahzadələrindən biri idi. O, şairləri, alimləri və sənətkarları ətrafına toplayardı. Tarix qaynaqlarına görə o, dövlət işlərindən çox əyləncəyə, şeirə və sənət məclislərinə meyilli idi. Bu özəlliyi onun həm söyləməsinə, həm də sevilməsinə, həm də siyasi rəqibləri, qardaşları qarşısında zəifləməsinə səbəb oldu. Ankara döyüşü və Ədirnə hakimiyyəti. 1402-ci ildə Ankara, yəni getdi miladi ilinə yazır. İldə Ankara döyüşündə atası Yıldırım Bayezid Teymura əsir düşəndə Süleyman Çələbi öz ordusu ilə birlikdə döyüş meydanından çıxıb Rum eliyə Osmanlının Avropa hissəsinə köçdü. O, Ədirnə şəhərində özünü sultan elan etdi. Hakimiyyət illəri 1402 ilə 1411 arası 9 il yəni. Hakimiyyət bölgəsi Osmanlının Avropa torpaqları və Balkanlar. Bizans ilə münasibətləri, Qallipoli müqaviləsi. Bunu desək tarixləri, qısa kronoloji. 770-də, pəs bu adam, Çələbi, 777 hicridə doğulubdur. Təqribən deyir bu halətdədir. 777 hicri qəməridə doğulub və 804-də Ankara döyüşündən sonra dədəsi şey olubdur, təxtə çıxıbdır. Orası heç 814-də də vəfat edibdir, öldürüblər. 814-də hicri qəməridə vəfat. Əlbəttə öldürüblər. İndi burada 10 il xilafət təxtində oturubdur, amma qardaşları bunu götürüblər. O cür dedi, şeydir. Pəs bu kitabın yazılma tarixini indi ələ gətirdik. Üst-üstə deyək ki, bu kitab 810-da yazılsa, 804-dən ta 814-dəcən bu adam şey eləyib da, bu deyək 810-da yazılsa, beləsi tutarıq ona. 810-da yazılsa, bundan çıxsaq 1447-ci il ki, indi orada yox, 637 il öncə bu kitab yazılmış olar. Kitabın yazılma tarixi 637 il öncə yazılmış. Buracan bunu bildik, tarixini bildik. Şeydək görək ki, burada bir ayrı bir şeydə, kaş adını da biləydik, yetərdi bizə. Cəhanda olmayan nəsnə səbəbsüz, cöhər kim hasil edisər tələbsüz. Tələb ləzzət qılən dürlü yemişdən, çıqarır şəkəri quru qəmişdən. Kim istərsə kim müşk edinə mayə, səfər qılmaq gərək labud xətaya. Xitaya. Xita ehtimalən Çində olan xitanı deyir, bu ola bilər. Kim dürrlə mərcan gərəkdir, kimə kim dürrlə mərcan gərəkdir, əzimət canibi ümmən gərəkdir. Kim arzusi ola hikmət,
Qılar Yunan elinə ol əzimət. Gülün simorğ üçün kim vəlalafi vula kim. Gülün simorğ üçün kim vulalafi gərəkdir kim tolanə çuhi cafi. Hər kəs də istəyər ki, vilayı simorğu laf eləyə, gərək gedə çuhi lafı tolana. Tolanmaq dəstəli teyinə dolanmaqdır. Merdan bulğa bir şəxsi kamil. Muradın bulğa bir şəxsi kamil yürür ərtə gecə aləmdə acil. Hünər göstərməyincə bülünməz. Gülüz yerdə hər arzu bülünməz. Güləz nə deməkdir bilmirəm. Küləz yerdə ya kücəz yerdə hər arzu bülünməz. Görək bunu yazsaq nə çıxır? Çünki bunu hey görürəm bu şəkildə yazır. 2 dana kaf, bir dana z. Hətta bəlkə bu şey ola bilər. R da ola bilər. Nə deməkdir bu? Osmanlı türkçəsi ilə qədim türkçədə, Anadolu türkçəsində istemal olunan söz. Mənisi küçük, nazik, zəif, nəhif. Bəzi mütunlarda riz və zərif, çiz mənisində də görünür. Kicizdir özü. Kiciz küçük, zərif, nazik, qüvvətsiz ya zəifsiz. Zəif, çiz. Tamam. Bir də bu da kəkiz yazıbdır. Kəkəz. Kəkəmək bizdə dil ki, bəzi adam məsələn deyir ki, ona biz kəkəmək deyirik, amma bu da ehtimalən oradan gəlir. Kəkəz yerdə hər arzu bülünməz. Tamam. Kitaba görə bir şey yazıbdır. Kəsad olmuş əzim hərbi nəvadən ərusini sözün sağı görürlər nə belə bir şey, nə bilir vər nə anlar vər nə dütər. Nə bilir vər nə anlar vər nə dütər. Od adışmış, oda oduşmuş, durur yana rudutər. Başla. Suhal eder buna qədəm qodum kitabı, suhal eder erdi. Suhal erdi buna qodum kitabı ki hər cahil qılma ya itabi vəlikin təqdir erdi çünki aləm ala cənnət kimi mevzun xürrəm. Tamam, bu cüsü gedir. Təəssüflə fəqət oradan tarixi çıxada bildik, adını da çıxada bilmədik. Bu qədər bu kitabdan yetər. Axirdən bir dənə də şeirin əgər oxuya bilsək. در تاریخ kitab. Tamam, bu mühümdür. Tələb feyzi ilə bu töhfənamə. Burada adın yazıb töhfənamə, amma görək. Tələb fəzli ilə bu töhfənamə ərişdi iş bu tarixdə tamamə. Ehtimalən tələb fəzli ilə bunun tarixidir. Görək nə? Rəbiül axərin cestid oni. Rəbiül axərin onidir. Rəbiül axərin cestid oni könül fikr eyləyib sestid oni. Fələklər aləmə gül saçmış idi. Nəbinin hicrətindən geçmiş idi. 800 il tamam sağlaşmışdım. Sağlaşlamışdım. Çaruki işlerimi sağ işlemiştim.
çürük işlerimi sağ işlemiştim. 800 il tamam. 800'də yazıbdı. Biz dedik 800 neçə? Onun şeyi çıxdı dedik ki 814 il olar. 810 fikirəm neçə idi? 800 neçədə öldü bu rəhmətlik? 814 oldu. Biz 810 qoyduq. Amma bu deyir 800'də tamam elədim. 800 il tamam sağlaşılmışdım. Tamam da sağlaşdırmışdım. Belə bir şey istir desin. Amma mən bunu sağışlamışdım. 800 tamam sağışlamışdım. Çürük işlerimi çürümək. Yəni xarab. Çürük işlerimi sağ işlemiştim. Edit eləyibdi kitabları. Ümiddir okuyan mehru vefadan, ana sahip kitabı bir duadan. Ana yani hatırlaya sahip kitabı bir duadan, halayık cümlesi bunu bilirdi. Elimden bu kadar ancak gelirdi. Mənim ancaq fikir xərc eləmədim mən anınca fikri xərc eyləmədim mən. Təənni eyləyib söyləmədim mən. Şu bir gecə kim uyğum ütmüş idi. Şu bir gecə kim uyğum ütmüş idi. Ütmək çox cəlibdir. Bunu çoxdan da eşitmirdim. Yuğum üşdü. Yuğum qaçdı. Üçlü işlədirdilər. Mənim rəhmətlik dədəm işlədərdi bunu. Şu bir gecə kim, Allah bu gün cumadır, ya şənbədir, bilmirəm, Allah dədəmizə də rəhmət eləsin. Ölənlərimizə, hamımızın ölənlərimizə rəhmət eləsin. Dədələrimiz, babalarımız, nənələrimiz, dayılarımız, əmilərimiz, mənim əmim də Allahın rəhmətinə gedibdi. Əmi dostum da Allahın rəhmətinə gedibdi. Allah onlara da rəhmət eləsin. Damağım qol sur oğu çimişdi. Tamam, buradan bu yüzden kitabın tarixini dedi, bildik onu. Bu qədər yetər. Məncə bugün bu qədər yetər kitabında. Adını bildik. Adı 2 dənə də izafə olmayacaqdı. Bir eşqnamə olacaqdı, bir də sahibnamə. 2 yerdə bu adla qarşılaşdıq. Həm də bir-birinin arxasıca. Yəni bir yerdə ayrı qarşılaşdıq sahibnamə deyə. Birazdan bir neçə səhifə sonra sahibnamə və eşqnaməni bir beytidə gətirdi. Elə bu ikisi bu kitabın adı olacaqdı. Mən bu eşqnamə deyək bunu. Burada da dostumuz Töhfənamə yazıbdı. Allah səlamət eləsin. Kitab Çələbi Əmir Süleyman Bayezidxan oğlu zamanında yazılıbdı. Tarixi dəqiq özü dedi ki, aha bunu da mən o ayının şeyində yazıydım kaş. Dedi ki, Rəbiül Axərin geçdi 10'u. Rəbiül Axər 800 Hicri qəməri də kitabın yazması bitmiştir. Tamam, bu da önemli şey. Burasıdır. Çok güzel, Allah'a şükür olsun bu günlərdə ata-analarımızın, əlbəttə yazan nəzərə gəldi ki, bir xanım oldu, amma mən adını tapmadığım üçün Kamil deyə bilmədim ki, bu xanımdır ya xanım deyil. Bəlkə bir iki dənə səhvə geçsək daliyə, burada onun görək adına görə də bir şey görə bilsəydik, çox yaxşı olardı. Xatəmiyyət-i kitab.
خداوندا کریما و رحیما غفورا کردگارا و علیما sənin haqqın üçün kim can verirsən qurumuş gövdəyə iman verirsən. Gövdə cəsəd. Qurumuş gövdəyə iman verirsən. Şul adın haqqı üçün, şul adın haqqı üçün kim kibriyadır. Uludur cah üçün, ulu dərgah üçün kim biryadır. Kəlamündəğ aru ayət üçün. Kəlamündən yəni. Kəlamündəğ aru ayət üçün. Rəsuli verdügün xub rayət üçün. Bu nə mən olsun? Rəsuli verdügün, rəsulə verdügün xub rayət üçün. Rayət ələm, bayraq. Qapın heyranının seyri haqq üçün. Təpün əyyuanın xeyri haqq üçün. Təpün eyvanının xeyri haqq üçün. Toğan ol küpə gündüz ilə pərvaz biyağuş giyib düllə içmə az. Tamam. Daha yorulmuşam. Əslində indi bu günləri yorulmuşam. Bu qədər yetər. Allah Teala təbarək və Teala'ya minlər şükür olsun ki, bu günləri bizə ömür verdi və bu dərin kitabla rastlaşdı. Ehtimalən bir xatun yazıbdı. Adını da burada yazmışlar. Mən onu da burada yazım. Kitabı bağladıq amma. Qeydaq nə mənə xatun idi adı. Sahibə Ayşə xatun. Ehtimalən yazaq burada ehtimalən yazar sahibə Ayşə xatun. Tamam. Bu da bu kitaba görə də gözəl şey verdi. Qiymətini də burada yazmışdı. Çox gözəl hər halda. Gözəl bir kitabla tanış olduq. Dərin mənalı və insafən taza mənalar mən eşitdim. Ömrümdə diqqət eləməmişdim. Belə bir kitabları oxusaq bizim çoxlu biz dünyaya hardan baxırıq? Hangi açıdan dünyaya baxırıq? Bu önəmlidir. Normalda nənədən olanda və sonra ki mədrəsəyə getməmişik, bizim baxış açımız çox gözəldir. Mənim yadıma gəlir, uşaqlıqda çoxlu suallar soruşmuşam ki, sonra mədrəsəyə, danışqaha gedəndən sonra onlar yadımdan çıxıbdı, bir ayrı suallar gəlib yerinə düşübdü və onlara cavab tapılmayıbdı. Ya da ki, cavablar içi veriblər, məsələn, görürəm ki, yalandır, ya fərqlidir. Biz hər kitabı ki oxuyuruq, ərz elədim, milli kitablardan danışıram. Keçən 250 ildə yazılan kitablardan danışmıram. Yəni, keçən 250 ildə hər kitab ki yazılıbdır, çap olubdur, bunlardan danışmıram. Milli kitablar ki əsrdə yazılıbdır, onlar oxuduqca insana taza açı verir ki, mədrəsədə o açını yaratmayıblar, bağlayıblar. Usulən dövlətlər, Amerika olsun, Kanada olsun, Avropa olsun, hər yerdə olsun, mədrəsə buna görədir ki, insanları bir açı içində zindana salarlar. Açıq qoymazlar. Yəni, bir zindandır, dövləsi bir zindandır, o dövlət deyə bir zindan yaradıbdır. Baxmayın, tarixi burada oxuyurlar, oxumurlar. Onların önəmi daşımır. Önəm budur ki, bu insanın zehni bir çərçivənin içində həbs olur. Bu çərçivədən çıxanda niyə məsələn bir toplumdan bir ayrı topluma köçəndə
çərçivə zehnidə dəyilir. Çünki toplumun divarların sındırırsınız. Bir toplumdan köçəndə bir ayrı topluma zehninizdəki ailə, din, məzhəb, mədrəsə, dövlət, kitablar, media yaratdığı divarlar sınır. Bir ayrı gedirsiniz divarın içinə ki, orada o divarlar yoxdur, fərqli divar görürsünüz. Onun üçün sizə fərqli olur. Hər dövlət, hər millət bir divarların içində qalır. Mən məsələn bu kitaba baxanda görürəm ki, mən yəni bu kitabı ki oxuyurdum bu günlər bu şeiri, bu sahibə Ayşə xatun rəhmətliğin Allah rəhmət eləsin, ruhu şad olsun, uçmağa getsin. Bu şeirlərini oxuyanda gördüm mən taza bir şeylər, taza bir anlayış, qavramlarla tanış oluram, taza nəsnələrlə tanış oluram. Diqqət eləməmişdim məsələn ömrümdə. Gündə də adam qulağını qurtdur, bunun çirkin görür, burada bilir qulağında pərdə var, amma bunu ya ağzında dili var, dişi var, bunları görür, gözü var, görür, amma bunu bir ayrı açıdan baxmaq önəmlidir. Bu kitab mənə ayrı açı verdi, insafən ayrı açı verdi və bu kitabları oxumaq bizim dünyaya baxış açımızı və anlayış açımızı dəyişdirər. Dərk eləməyimizi dəyişdirər ki, biz dünyanı bir ayrı düzlə görüb anlaya bilərmişik. Bu tür kitabları ki, biz başlamışıq, oxuruq və qətlən 500-dən çox buracan kitabla tanış olmuşuq, adları ilə tanış olmuşuq, içlərini çox oxumamışıq. Bu haqda bizə köməklik elərlər. Allahın şükrü ilə və əgər Allahdan istiruq ömür verə, eləyə bilək bu kitabları oxuyaq, bu kitablarla tanış olaq. Gecəz gününüz xeyrə qalsın. Əgər Allah ömür verirsə, qismət elirsə,